Bakının Yasamal rayonu Əsəd Əhmədov ünvanında sahibsiz itlər sakinlərə göz açmağa imkan vermir. İnsanlar küçəyə çıxmağa qorxur. Məktəblər isə valideynləri olmadan dərsə gedə bilmirlər. Sakinlər deyir ki, məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də heç bir tədbir görülməyib. Məktəbdən gələn uşaqların üstünə hücum eləyirlər. Uşaqlar da qorxur da. Sahibsiz itlər həddindən artıq çoxalır, uşaqların üstünə cumur. Yasamalda günün günorta saatlarında sakinlər küçəyə çıxa bilmir. Deyirlər vəziyyət dözülməzdir. İtlər sürü ilə ətraf binaların, bağçanın, eləcə də məktəbin həyətini dolaşırlar, sakinlərə hücum edirlər. Bir sözlə sahibsiz itlər insanlara rahat hərəkət etməyə imkan vermir. Topa şəklində gəzirlər. Qabaq 1-2 idi, amma indi son zamanlar 10 da olur, 15 də olur. Tutmaq olmur, hürürlər itlər. Maşınların dalınca qaçırlar, hürürlər, uşaqların üstünə hürürlər. Məktəbdən gəlirəm axşam, itlər çox olur, stadion tərəfdə də çox olur. Oradan keçəndə daşlanır ki, gəlirsən ki, birdən cumdu. Sahibsiz itlər bu əraziyə daha çox səhər və axşam saatlarında toplanır. Deyirlər ki, aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də heç bir tədbir görülməyib. Aidiyyatı qurumlara zənglər olunub, amma hələ ki təəssüf ki, gəlib kömək eləyən olmuyor. Yanlarından uşaqlar keçəndə durub hürürlər. Çox adam əlində çomaq vasitəsi ilə hərəkət edir. Çünki bilmək olmur. Bəzən qəfildən insanın üstünə atılır. Məsələ ilə bağlı Yasamal rayon icra hakimiyyətindən bildirildi ki, bununla bağlı sakinlər tərəfindən quruma heç bir müraciət daxil olmayıb. Günəş Rızayeva, İlkin Həsənov, Fidan Səfər, Space xəbər.